Salam, hörmətli izləyicilər. Mən Günay Baxış. Bugünün ən vacib dünya və ölkə xəbərlərini sizə təqdim edəcəyəm. Rusiyanın Omsk vilayətində ölümlə nəticələnən yol qəzası baş verib. Zərdabi media xəbər verir ki, 2 yük maşını sərnişin avtobusu və 1 minik avtomobilini əzib. Baş verən qəza nəticəsində azı 6 nəfər ölüb. Qəzaya ilkin səbəb kimi buzlu hava şəraiti göstərilib. Yol hazırda bağlanıb. Azərbaycanın NATO və A ilə əməkdaşlığı Montenegrolu həmkarımla fikir mübadiləsi apardım. Zərdabi media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Montenegronun baş nazirinin müavini Xarici İşlər Naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, NATO kontekstində Azərbaycan-NATO əməkdaşlığı, Azərbaycan-A dialoqu barəsində də bizim geniş fikir mübadiləmiz oldu. Montenegronun A üzvlüyü çox aktualdır. Ona görə də qarşı tərəfdən eşitdiyimiz məlumatlar bizim üçün çox əhəmiyyətli idi. Xəbərləri bizimlə izlədiyiniz üçün təşəkkür edirik. Yenidən görüşənədək.